Artıq Novruza sayılı günlər qaldı. Vətəndaşlarımız bayram hazırlıqlarına məhz bazardan başlayır. Hər il olduğu kimi kənddən şəhərə yarmarkası da öz işinə başladı. Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyəti tərəfindən 8-19 mart tarixlərində kənddən şəhərə Novruz yarmarkası təşkil olunub. 12 gün fasiləsiz davam edəcək yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək, fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır. Anlamaq lazım ki, bizim digər bazarlardan əsas fərqimizi mən istəyərdim vurğulayam. Bizim burada satışa təqdim olunan bütün məhsullar yerli məhsulları, təbii məhsullardır. Siz deyək ki, bəzi bazarlarda ithal olunmuş hansısa belə deyim, yerli olmayan məhsullar da ola bilər. İkinci məsələ bizim burada məhsulların keyfiyyətə nəzarəti var. Belə ki, məhsulların keyfiyyətinə Qida Təhlükəsizliyi Agentliyi nəzarət eləyir və bu məncə ən böyük üstünlüyümüzdür. Deyək ki, hər hansı bir müştəri, alıcı məhsulla bağlı şikayəti varsa və ya bir problem yaşayırsa, yarmarkanın girişində yerləşən Qida Təhlükəsizliyi Agentliyinin səyyar qida laboratoriyasına müraciət edə bilər. Yarmarkada ümumilikdə 20-dən artıq regiondan 55-dən çox fermerin iştirakı gözlənilir. Fermerlər 150-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Balların deməllərində, qiymətlərində fərqlidir bir-birlə. Çeşidlərinə görə və süzülmə vaxtlarına əsasən qiymətlər dəyişir. Çeşidlərə görə qiymətlər dəyişir. Məsələn, ən aşağı qiymət neçədir və ən yüksək? Yəni 25 manatdan 50 manata qədər balımız var. Məsəl üçün may balı 25 manata, gökə balı 35-ə 40-a satırıq, 35-ə də 30-a da veririk. Meşə balı 40 manata. Bu bal isə məsələn qaratikan balıdır, baxa da bilərsiniz. Bu da bu bal çox gözəl baldır bu. Qara cigər böyrək üçün ən yaxşı keyfiyyətli baldır bu. Bunun kilosu 50 manata təklif edilir. Baxır indi klientə, yəni biraz da endirim eləyirik. Daşkəsən rayonundan gəlmişəm. Öz məhsullarımızdır, kənd məhsullarıdır. Süd məhsulları, kənd təsərrüfatına var hamısından gətirdik. Təşkil edilən yarmarka Nərmanov rayonu Fətəlixan Xoyski küçəsi 5, daha dəqiq desək Gənclik metro stansiyasının çıxışı ünvanında keçiriləcək. Bizdə Azərbaycanda maşallah hər şeyin keyfiyyəti yüksək səviyyədədir. Keyfiyyət qaynayır. Bəli, bizim Azərbaycanın məhsulları həqiqətən də mən sadəcə deyirəm ki, dünyada belə məhsullar yoxdur, əvəzsizdir hamısı. Məhsulun keyfiyyəti necə? Məhsulun keyfiyyəti budur ki, baxışı çox gözəldir, amma yeməmişəm. Yaxşıdır, çox şükür. Xalqımıza çox şükür. Gələcəyinə çox şükür. Əvvəllər bir neçə dəfə gəlmişdik, amma son vaxtda mütəmadi olaraq buradan alış-veriş edirik. Digər bazarlara nisbətən həm qiymətdə, həm də keyfiyyət cəhətdən üstün olduğunu artıq fərqinə varırıq. Yarmarkanın əsas üstünlüklərindən biri də məhsulların fermerlərin özləri tərəfindən birbaşa olaraq satışa çıxarılmasıdır.